Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Seyyidina ve nebiyyina ve mevlana Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem. Ve la'netullah ala a'daihim ecma'in minel an ila qiyami yevmiddin. Esselamu alel Hüseyin ve ala Ali ibnil Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Bugün tarixin qanlı səhifələrinə həcc olan, qanlı səhifələrinə yazılan Aşura günüdür. Kullu yevmin Aşura, kullu ərzin Kərbəla. Həqiqətdə isə hər gün Aşura, hər yer Kərbəladır. Aşura günü yerin göyün qan ağladığı gündür. Aşura günü İslam Peyğəmbəri Muhammed sallallahu aleyhi və alihi və səlləmin nəvəsi İmam Hüseyin aleyhissalamın Kərbəla səhrasında susuz halda mübarək qanının töküldüyü gündür. Aşura günü İmam Hüseyin aleyhissalamın öz sahabələri ilə Kərbəla səhrasında qəhrəmanlıq dastanı yazdığı gündür. Aşura günü barəsində çox danışmaq olar. Aşura gününün hadisələri ilə siz hamınız tanışsınız. Mən bu çıxışımda Aşura günündə İmam Hüseyin aleyhissalamın bəzi mesajlarına, buyurduqları kəlamlara işarə edəcəyəm, Aşuranın mesajlarını çatdıracağam. Ondan sonra əsas mövzu zamanəmizin Aşurasıdır. Bu barədə bir qədər danışacağam. İmam Hüseyin aleyhissalamın Mədinədən Kərbəlaya qədər, Aşura gününə qədər, Aşura günündə buyurduğu bir sıra əhəmiyyətli mesajlar var, kəlamlar var ki, siz də onları eşitmişsiniz, amma təbərrük üçün onlardan bir neçəsinə işarə eləyək, sonra əsas mövzumuza keçək. Qaləl İmamul Hüseyin aleyhissalam, İmam Hüseyin aleyhissalam buyurdu, Əla, agah olun, və innəd-də'iyyə ibnəd-də'i qəd rəkəzə beynəs-nətəyn. Agah olun, bilin ki, bu haramzadə oğlu haramzadə, Yezid və onun dəstəsi üçün deyir. Qəd rəkəzə beynə isnətəyn, məni iki yol arasında qoyub. Beynə silləti və zilləh, səadət və zillət arasında qoyub məni. Ya beyət eləməliyəm, ya zillətə boyun əyməliyəm. Və heyhət minnə zilləh. Və bilin ki, zillət bizdən uzaqdır. İmam Hüseyin aleyhissalamın bu mesajında İmam Hüseyin bunu çatdırmaq istəyir bizə. Ya vuruşmalıyam, beynə sillətə və zilləh. İki yol arasında ya vuruşmalıyam, mübarizə aparmalıyam, beyət etməli deyiləm, beləliklə səadətə çatacağam. Ya da zillətə boyun əyməliyəm, beyət etməliyəm, onun boyunduruğu altında, zalimin boyunduruğu altına girməliyəm və zillətlə yaşamalıyam. Və heyhat minnə zilləh, bilin ki, zillət bizdən uzaqdır. İmam Hüseyin aleyhissalam qətiyyən deyir bunu, qətiyyətli şəkildə deyir. Zillət bizdən uzaqdır. Bu gün də zalimların önündə İmam Hüseyin ağa kimi, İmam Hüseyini biz özümüzün nümunə, rəhbər imam bilirik. İmam Hüseyin ağa kimi rəftar eləməliyik. Zalimla mübarizəni davam etdirməli və zillətə boyun əyməli deyilik. Bu İmam Hüseyin ağanın qiyamət gününə qədər bütün ardıcıllarına mesajıdır. Yəni Aşura mesajlarına diqqətlə baxsaq, ta qiyamət gününə qədər İmam Hüseyin aleyhissalam insana öz vəzifələrini aydın şəkildə çatdırır. Qiyamət gününə qədər gələn insanlara. Qiyamət gününə qədər hər bir insan ki, zamanəsində, öz dövründə baş verəcək hadisələr barəsində hansı vəzifədən çıxış eləməlidir, hansı vəzifəni yerinə yetirməlidir, İmam Hüseyin aleyhissalam Aşura gününün mesajlarında bütün bunlara işarə eləyir. İkinci mübarək kəlam ki, İmam Hüseyin aleyhissalam buyurmuşdur, Aşura günü bundan ibarətdir.
İn kana dinu Muhammedin lem yestaqim illa bi qatli. Əgər Muhammed sallallahu aleyhi və alihi və səlləm Peyğəmbərin dini mənim qətlimdən başqa heç bir şeylə sağlam qalmayacaqsa, paydar qalmayacaqsa, fəya suyuf, xuzini, ey qılınclar, doğruyun məni. Bilirsiniz ki, Yezidin dövründə İslam elə bir həddə gəlib çatmışdı ki, İslamın bütün mühüm ayinləri, əsasları, üsulu aradan gedirdi. Yezid, atası Muaviyə, bunlar Bəni Umeyyə belə deyək ki, bunlar Həzrəti Peyğəmbərin getirdiyi dini təhrif edib üstünə qoymuşdular. Artıq İslam dininin mahiyyətindən, həqiqətindən əsər əlamət qalmırdı. Bu dini təhrif eləmişdilər. Belə bir halda İmam Hüseyin əleyhissalam buyurur: İn kana dinu Muhammedin ləm yestəqim illa bi qətli. Mənim ölümümlə Peyğəmbərin gətirdiyi din sağlam qalacaqsa, fəya suyuf, ey qılınclar, xuzini, doğruyun məni. Odur ki, əbəs yerə deyil deyirlər. Allah Taala 124 min Peyğəmbərdən istədiyini tək İmam Hüseyin əleyhissalamdan istədi. Bunun mənası bilirsiniz nədir? Bunun mənası budur ki, Allah Taala din göndərib. İnsanlar üçün din göndərib. İnsanlar o dinə doğru getməlidir. Hətta mən haşiyədə bunu qeyd edeyim. Siz baxın, Qüdsi hədislərdə Allah Taala buyurur ki, əgər birinci göndərdiyim kitab təhrif olmasaydı, ikinciyə ehtiyac olmazdı. İkinci təhrif olmasaydı, üçüncüyə ehtiyac olmazdı. Yəni Allahın dini birdir, kitabı birdir. Bir kitab göndərib ki, orada Allah Taala insanlar üçün dinini izah eləyib və insanlar o dinə əməl etməlidir. Hər dəfə bu din təhrif olduqca yeni Peyğəmbərin vasitəsindən yeni kitab gəldi. Və nəhayət sonuncu Peyğəmbərin vasitəsilə sonuncu müqəddəs Quran-ı Kərim nazil oldu. İslam dini innət dinə indəllah, İslamın həqiqətən Allah yanında din İslamdır. Bu İslam dinini Bəni Ümeyyə təhrif eləmək istəyir, aradan aparmaq istəyir və dövr də gəlib o dövrə çatıb. Artıq İslamın həqiqətləri təhrif olur, Bəni Ümeyyənin istədiyi İslam təbliğ olunur. Belə bir anda İmam Hüseyin əleyhissalam deyir, mənim doğranmağımla bu din, İslam dini, Peyğəmbərin getirdiyi din sağlam qalacaqsa, ey qılınclar, doğruyun məni. Bir daha bu mesajında hamıya İmam Hüseyin əleyhissalam bütün insanlara, onu rəhbər, xüsusilə onu rəhbər bilən insanlara çatdırmaq istəyir ki, harda gördünüz din təhrif olmaq üzrədir, harda gördünüz dinin hökmlərini əyri, səhv, təhrif olmuş şəkildə cəmaata çatdırırlar. Hətta doğranmağınız bahasına, susuz şəhid olmağınız bahasına olsa belə, deyən onun qabağında, mübarizə aparın. Bu da İmam Hüseyin əleyhissalamın Aşura günündə bizə ünvanladığı mühüm mesajlardan biridir. İmam Hüseyin əleyhissalam Aşura günündə digər mübarək kəlamında buyurur: İn ləm yəkun ləkum dinun və kuntum la təxafunəl məad. Əgər sizin dininiz yoxdursa, siz axirətdən, məaddan, haqq hesabdan, Allahın haqq hesabından qorxmursunuzsa, fəkunu əhrarən fi dünyakum. Ən azından heç olmasa dünyavızda kişi olun, azad olun. Bunu da bəzi üzdə müsəlmanlıq iddiası edənlərə ünvanlayır İmam Hüseyin əleyhissalam bu mesajı. Çünki İmam Hüseyin əleyhissalamla qarşı-qarşıya dayanan ordu zahirdə özünə müsəlman deyirdi. Onlar namaz qılırdılar, gecə namazı qılırdılar, zahirdə müsəlman idilər. Amma bu İslam dinini gətirənin, İslam dininin banisinin yeganə nəvəsini şəhid edirlər və əhl-i əyalını əsir aparırlar. O da İmam Hüseyin əleyhissalam orada onlara buyurur ki, Allahdan, axirətdən qorxunuz yoxdursa, dinimiz yoxdursa, heç olmasa dünyavızda, siz ərəbsiz, dünyavızda heç olmasa kişiliğiniz olsun, azad olun. Bu da bir mesajdır ki, xüsusilə indiki müsəlman ölkələrinin başçılarına ünvanlanan mesajdır. Ən azından dininiz yoxdursa,
Zahirdə ki, müsəlman iddiası edirsiniz, ən azından dininiz yoxdursa, məaddan qorxunuz yoxdur, Allahdan qorxunuz yoxdursa, heç olmasa dünyamızda kişi olun, xanımları həbs eləməyin, günahsız insanları şərləyib həbs eləməyin, kişi olun, dünyamızda kişi olun. Digər bir mesaj İmam Hüseyn əleyhissalamdan Aşura günü buyurur: İnni la ara el-mevte illa saadə. Mən ölümü səadətdən başqa bir şey bilmirəm. Vəl həyatə mə'əz-zalimin illa bərəma. Zalimlarla bircə, onların boyunduruğu altında yaşamağı isə zillət bilirəm. Odur ki, İmam Hüseyn əleyhissalam zalimların boyunduruğu altına getmədi. Onlara beyət eləmədi və səadətli ölümü seçdi. Bu da bütün müsəlmanlara, İmam Hüseyn ağanı rəhbər bilənlərə bir mesajdır ki, zalimlə xoş keçinməyin. Zalıma hüsn-i zəndə olmayın, xoşbin olmayın. Təsəvvür eləməyin ki, zalimlə siz yola getsəz, danışmasaz, müəyyən prosesləri, müəyyən sözləri deməsəz, müəyyən prosesləri nəzərə alsaz, zalimin sizinlə işi olmayacaq. Xeyr, belə bir şey yoxdur. Zalim keçdi sənin yaxından tutacaq. Hamının qapısı döyüləcək. Çünki o zalim İslam dinini istəmir, həqiqi İslam dinini istəmir. Odur ki, Həzrət İmam Hüseyn əleyhissalam buyurur, bütün hamiyə, başda özüm olmaqla hamiyə müraciət edir ki, zalimlarla bir yerdə yaşamaqdansa, səadətli ölüm daha yaxşıdır. Ölüm səadətdir. Zalimları isə beyət etmək, onlarla xoş keçinmək, onlara beyət eləmək, onların boyunduruğu altına keçmək isə zillətdir. İmam Hüseyn əleyhissalamın mesajlarıdır. Bir kəlamı da var İmam Hüseyn əleyhissalamın. O kəlamı mən axıra saxlamışam, axırda onu qeyd eləyəcəyim. Peyğəmbərdən nəql eləyir və qiyamət gününə qədər bütün gələn insanları vəzifəsini təyin eləyir o mesaj. Zülmün və zalimin müqabilində. Axırda onu işarə eləyəcəyəm, amma indi keçək mövzumuzun əsas yerinə ki, bu günün aşurasıdır. Aşura günü baş verən hadisələri hamınız bilirsiniz. Xütbələr var, videolar var, kliplər çəkilib. YouTube-da bu barədə saysız hesabsız çıxışlar, videolar var və müşahidə edə bilərsiniz. Hətta mən özümdə Aşura günündə baş verən hadisələr barəsində çıxış eləmişəm. YouTube-da videosu var, çıxış. Aşura günü baş verən hadisələri iki hissəyə ayırmışam. Zöhr azanından qabaq baş verən hadisələr, zöhr azanından sonra baş verən hadisələr. Ətraflı Aşura günü nə hadisə baş veribsə, hamısını orada izah etmişəm siz əzizlər üçün. Amma əsas məsələ bu gün zamanəmizin Aşurasıdır. Beləliklə bir daha deyirəm, kulli yevmin aşura, kulli ərzin Kərbəla. Hər gün Aşuradır, hər gün Kərbəladır. Hər gün bizim yaşadığımız dövr ta qiyamətə qədər Kərbəla hadisələri təkrarlanır, adlar dəyişir, missiya həmindir. Misal olaraq bir neçəsini, məsələn, Qəzzaya baxın, Fələstinə baxın. İsrail işğalçı və terror rejimi necə yağdırır? Qəzzaya müsəlmanları, körpələri, uşaqları şəhid eləyir, öldürür, qətliam eləyir. Bu günün aşurasıdır, dövrümüzün aşurasıdır, dövrümüzün Kərbəlasıdır. Bunun müqabilində müsəlmanlar nə etməlidir? İmam Hüseyn əleyhissalam ki, hansı mesajları bizə çatdırır, onları eləməlidir. Vəzifə odur. Amma biz görürük ki, ərəb ölkələrinin, müsəlman ölkələrinin başçıları İsraillə münasibətləri genişləndirmək barəsində danışırlar. Bir halda ki, özlərinə müsəlman deyirlər. Onların müsəlman qardaşları, bacıları, balaları, uşaqlar, müsəlman uşaqlar hamısı orada qətliam olur. Həzrət Peyğəmbər buyurur ki, bütün müsəlmanlar bir bədən kimidir. Bədənin bir hissəsi ağrıyarsa bədənin bütün hissəsi o dərdi çəkməlidir. Amma biz əksini görürük bu gün. Biri çıxır, müsəlman ölkəsinin başçısıdır zahirən özünə, müsəlman deyir. Deyir, mən Netanyahu ilə dostam, mənim ailə dəyərlərim Trump'ın ailə dəyərləri ilə üst-üstə düşür və s. və ilə axır. Amma özünə də müsəlman deyir. Müsəlmanları qətliam eləyən bu rejimə dost deyir, dövlət münasibətlərindən danışır, onlarla yaxşı münasibətlərindən danışır. Üstəgəl ailə əxlaqından danışır.
Hacı Talib Ağazadə Allah qapısını açsın, onun misalında olan bütün ruhanilərin, bütün mömin qardaşlarımızın, inanclı xanımlarımızın, bacılarımızın qapısını açsın, qəşəng bir mesaj ünvanladı o onun sözünə dedi. Bu sözünə görə bu məxluq üzr istəməlidir Azərbaycan xalqından. Niyə? Çünki Azərbaycan xalqı qeyrətli, namuslu xalqdır. Sən gəlmirsən elə bir adamla ailə dəyərlərini müqayisə edirsən ki, Epstein sənədləri o adamın, o məxluqun, o çirkinin bütün çirkin işlərini ortaya qoydu. Necə körpə, az yaşlı qızlara təcavüz ediblər, necə az yaşlı qızları diri-diri basıb, uşaqları diri-diri basıb bişiriblər və onların ətini yeyiblər. Ağla sıxmaz cinayətlər Epstein adasında baş verib və onların cüzi bir hissəsi sosial şəbəkələrdə yayılıb. Bu Epstein alyansının müəllifi olan cinayətkarlarla, əxlaqsız, tərbiyəsizlər, şərəfsizlərlə sən deyirsən bizim ailə dəyərlərimiz üst-üstə düşür. Bəli, sənin ailə dəyərlərinin üst-üstə düşə bilər, Azərbaycan xalqının yox. İsrail rejiminin neft yanacaq təminatının əksəriyyəti bilirsiniz hansı ölkədəndir. Mən də ad çəkmək istəmirəm. Hansı ölkədən gedir, hansı ölkənin vasitəsilə ona çatdırılır. Arsız-arsız çıxıb dostluq münasibətlərindən danışır və neft və yanacaqla da təmin eləyir. Neftin, yanacağın vasitəsilə daha çox müsəlmanlar, müsəlman xanımları, qadınlar, qız uşaqları, uşaqlar, körpələr qətliam edilir. Bir müsəlman başçısı çıxıb tribuna arxasından hey terror ordusu, terror dövləti deyir, amma münasibətləri kəsmir, ticarəti kəsmir və həmin ölkənin vasitəsilə bu ölkədən ora neft və yanacaq daşınır. Özlərinə müsəlman deyirlər. Amma bunların müsəlmançılığın M hərfinin anlayışları yoxdur. Anlayışları var, sadəcə bunlar müsəlman deyil. Müsəlman cildində görsənən müsəlman olmayan məxluqlardır. Bunlar həqiqətdə müsəlman düşmənləridir. İstər ərəb ölkələrinin başçıları olsun, İbrahim sazişi imzalayanlar İsraillə, istər də bu biri müsəlman ölkələrinin başçıları olsun. Allah bu xalqlara, bu zalimların əlindən nicat versin. Xalqdan da hər kim çıxır, İsrail rejiminə, terror rejiminə etiraz edir, onları ya sürgün edirlər, ya həbs edirlər, ya öldürürlər, ya da səsini kəsirlər. İtirirlər seslərini. Livana gəlin, Livanda da var. Livanda da Aşuradır, Livanda Kərbəladır. Hizbullaha qarşı Siyonist rejim qətliam keçirdir. Adı Hizbullahdır, güya Hizbullah təşkilatı ilə mübarizə aparır. O Hizbullahın adı ilə Livan cəmaatını, mülki insanları qətliam edir. Müsəlman ölkələrinin başçıları da çıxır, deyir Hizbullah terror təşkilatıdır. Öz müsəlman qardaşlarına dəstək verməyə əvəzinə müsəlmanları qıran napak terrorçu qüvvələrlə əməkdaşlıq edib, dostluq edirlər və bundan da iftixarla danışırlar. Acınacaqlısı budur. Və acınacaqlısı, bundan da ötəri acınacaqlısı budur ki, bəzi insanlar, müsəlman insanlar, özlərinə ziyalı deyənlər, alim deyənlər və bunlara qarşı xoşbindilər. Deyirlər, biz danışmasaq, biz yavaş siyasət aparsaq, biz ancaq maariflə məşğul olsaq, öz işimizi görə bilərik, bunların bizimlə işi olmaz. Xeyr, mən əvvəl də qeyd elədim. Onlar müsəlman düşmənləridirlər. Bugün sənə növbə çatmayıbsa, elə bilmə amandasan. Sənə də növbə çatacaq. Hamının qapısı döyüləcək. Sən zalıma qarşı xoşbin olma. Ən azından danışmırsansa, dualarınla zalıma qarşı mübarizə apar. Ən azından danışmırsansa, danışanlar üçün dua elə. Ən azından danışmırsansa, danışanlar üçün, mübarizə aparanlar üçün, müqavimət edənlər üçün dua elə və onların qarşısını kəsmə, onlara mane olma. Ən azından bunu eləyin. Nəfsin təlqinlərinə, şeytanın vəsvəsələrinə aldanmayın. Əgər bir kəs gəlib sizdən soruşsa ki, sən niyə danışmırsan? Eybi yoxdur. Ayağı qoy nəfsinin üstünə. Deyinən onun şücaəti məndən çoxdur. Mən onun üçün dua edirəm. İnanın ki, bu sizin izzətinizdən azaltmayacaq. Əksinə sizə izzət qazandıracaq. Amma əksini müşahidə edirik bəzi insanlardan. Çox təəssüf olsun, adlarına alim, ziyalı qoyublar. Min bir bəhanə ilə həmin danışanları vururlar.
nüfuzdan salmaq istəyirlər. Elmi azdır, yaşı azdır, bilmir. Siyasəti yoxdur, uzaq görənliyi yoxdur, müxtəlif sözlər. Amma həqiqətdə özləri bundan bixəbərdilər. Əgər bixəbər olmasalar, İmam Hüseyn əleyhissalamın mesajlarına əsasən onlar üçün dua eləyərlər ən azından. Onlara maneə yaratmazlar, onları dəstəkləyərlər. Çox təəssüf olsun. Bəziləri deyir, biz danışırıq, təcrid oluruq, biz danışırıq, şəxsiyyətimizə terror olunur. Bunlar hamısı şeytanın vəsvəsələri, nəfsin təlqinləri və özünü aldatmadan başqa bir şey deyil. İnsan Allaha təvəkkül eləməlidir. İmam Hüseynin kəlamlarından vəzifəni müşəxəs eləməli, aydın eləməlidir və bu mövqedən çıxış eləməlidir. Nəyin bahasına olsun. Əgər belə deyilsə, onda bizim Hüseynçiliyimizdə problem var. Əgər həqiqətən özümüzə Hüseynçi deyiriksə, qeyd elədiyim kimi, İmam Hüseynin mesajlarından vəzifə çıxarmalıyıq. Vəzifənin ardınca getməliyik. Və ən azından dediyim şeylər olunmalıdır ki, sabah qiyamət günü də Allah Taala'nın huzurunda cavab verəndə Allaha deyə bilər ki, biz onlar üçün ən azından dua elədik, onlara mane olmadıq. Bütün bunlar yoxdursa, Hüseynçi olmağımızı bir daha nəzərdən keçirməliyik. Azərbaycanımıza gələk, Azərbaycan. Mən qeyd elədim, bəzilərini işarə elədim. Bir daha deyirəm, Azərbaycanın Kərbalası, Azərbaycanın Aşurası hər zaman var. Nardaran hadisəsi, Tərtər cinayətləri, Azərbaycan xalqının başına açılan müsibətlərdir. Hazırda İnanclı xanımların, bacılarımızın, müminə bacılarımızın həbsdə olması, xüsusilə onların Aşura günü, Məhərrəm günlərində su paylayarkən, İsrail terror rejiminə qarşı etiraz səsləndirərkən, etiraz şüarları səsləndirərkən tutulması və xüsusilə onların məhkəmə prosesinin də Məhərrəm günlərində başladılması zalim rejimin bir daha bu İslamla, bu məhərrəmçiliklə, İmam Hüseynlə nə qədər düşmən olmasını bir daha bəyan eləyir. Mən Hazreti Ali Bağırzadənin mesajına işarə eləmək istəyirəm sözümün bu yerində. Hazreti Ali'nin müraciəti var bu barədə, sosial şəbəkələrdə yayılmışdır və siz də yəqin ki oxumusunuz. Qısa olaraq Hazreti Ali'nin müraciətində bu ibarələrə işarə edirəm. Hazreti Ali müraciətində bildirdi. Bu sistemin İslam'a qarşı apardığı zülm, zalimlik ilk deyil. Və ilaxır gəlir bu yerə mənə görə. Hazreti Ali deyim, mənə görə. Bugünün Kərbalası inanclı xanımların məhkəmə salonlarında apardıqları mübarizədir. Əgər məni Hazreti Ali azadlıqda olsaydım, heç bir şübhə etmədən bugün onların yanında durardım. Onlarla eyni sırada dayanardım. Haqqın yanında dayanardım və zülmün qarşısında olmağı seçərdim. Bu da Hazreti Ali'nin müraciətidir. Sağ olsun Azərbaycan xalqının ürək hissəsini, ürək sözünü bütün Azərbaycan xalqına və bütün dünyaya çatdırır. Allah onun timsalında olan bütün ruhanilərimizi qorusun və qapılarını açsın. Və sonda İmam Hüseyn, sözümün əvvəlində qeyd elədiyim kimi, sonda İmam Hüseyn əleyhissalamın Peyğəmbərdən nəql elədiyi bir hədislə mən sözümü yekunlaşdırıram. İmam Hüseyn əleyhissalam Peyğəmbərdən bu nəql edərək buyurur, Mən rə'a sultanən cairən. Baxın, İmam Hüseyn əleyhissalam burada zaman, məkan müşəxxəs eləmir. Hansısa bir zamanla, hansısa bir məkanla məhdudlaşmır. İmam Hüseyn əleyhissalamın Peyğəmbərdən nəql elədiyi bu müqəddəs kəlam buyurur, Mən rə'a, hər kəs, sultanən cairən, hər kəs bir zalim sultanı, hökümdarı görərsə, necə o işarə eləyir həmin zalim hökümdar və zalim sultanın nişanələrinə. Zalim sultan, zalim hökümdar kimdir? Onun nişanələrini də biz üçün bu hədisdə bəyan eləyir İmam Hüseyn əleyhissalam. Buyurur, müstəhillən li hurumillah. O zalim hökümdar ki, Allahın haramlarını halal sayar, mübah sayar. Allahın haramlarına riayət eləməz. Əksinə, baxın bu günləri bizim Azərbaycanımızda da, digər müsəlman ölkələrdə də özlərini müsəlman başçı deyən zalim hökümdarlar heç bir harama riayət eləmirlər. Əksinə, haram üçün şərait yaradırlar.
Yəni Allahın haram buyurduqlarını riayət eləmir ki, heç əksinə mübarizə qalxıb İmam Hüseynin ordusu ilə, Allahın ordusu ilə mübarizəyə qalxıb mübarizə aparır. Əksinə haramlara şərait yaradır. Misal üçün Azərbaycanda az yaşlı uşaqların, yeniyetməlik yaşına çatmayan uşaqların məscidə getməsi qadağandır. Niyə? Çünki gedib orada pak olacaqlar, əxlaqlı olacaqlar. İmam Hüseynin, Həzrət Peyğəmbərin kəlamları ilə tanış olacaqlar, Quran ayələri ilə tanış olacaqlar. Valideynlərə ehtiramdan, tərbiyə, İslam tərbiyəsi ilə böyüyüb başa çatacaqlar. Bu onlara sərf eləmir. Niyə? Çünki sözümün əvvəlində qeyd elədim. Onlar napak, ləyaqətsiz, şərəfsizdirlər və cəmiyyətin də o cür olmağını istəyirlər. Əgər bir başçı pak, şərəfli, qeyrətli olarsa, o öz cəmiyyətinin də pak, qeyrətli, şərəfli olmasını istəyər və şərəfsizlərlə mübarizə aparar. İkinci nişanəsi naqisən li'ahdillah, Allahın əhdəlini pozar. Müxalifən li sünnəti Rasulillah, Allahın Rəsulunun sünnəti ilə müxalifətçilik edər, müxalifət edər. Və indiki müsəlman ölkələrinin başçıları, hökmdarlarında bu nişanələr hamısı var. Hər kim belə bir nişanələrə, xüsusiyyətlərə malik zalim hökmdar görərsə nə etməlidir? Ya'malu fi ibadillah bil ismi vel udvan. Və həmin o zalim hökmdar Allahın bəndələri ilə zülmlə, təkəbbürlə, düşmənçiliklə davranar ki, görürük. Bugün Bəhreyndə də bu var, Azərbaycanda da və bir çox ölkələrdə, müsəlman ölkələrində də var. Allahın bəndələri ilə zülmlə, təkəbbürlə davranırlar, şərləyib həbs eləyirlər. Niyə? Səbəbi nədir? Səbəbi də budur ki, siz Hüseynçisiniz, siz paksınız, siz şərəflisiniz və s. və ilə axır. İndi hər kəs bu nişanələrə, bu xüsusiyyətlərə sahib olan zalımı görsə, İmam Hüseyn əleyhissalam Peyğəmbərdən buyurduğu müqəddəs kəlamda vəzifə təyin edilir. Buyurur, ثُمَّ لَمْ يُغَيِّرْ بِقَوْلٍ وَلَا فِعْلٍ. Əgər bunu dəyişdirmək üçün çalışmasa, nə ilə? Sözü ilə və ya əməli ilə. İmam Əli əleyhissalam buyurur ki, zülmün qarşısını ala bilmirsənsə, heç olmasa zalimin zülmün ən azından ifşa elə. İmam Hüseyn əleyhissalam da burada onu işarə edir. Sözünlə və ya əməlinlə bunu dəyişdirməyə çalış. Ən azından ifşa elə. Əgər eləməsən nə olacaq? Kana haqqan alallah, Allahın haqqıdır ki, ən yudxilahu, bu zülmün, bu hökmdarın, bu zalim hökmdarın qarşısında sükut eləyəni daxil eləsin hara? Mudxilahu, həmin o zalim hökmdarı daxil etdiyi yerə. Bundan açıq, aydın mesaj yoxdur. Bu mesaj İmam Hüseyn əleyhissalamın bu mesajı bütün insanlara, xüsusilə İmam Hüseyni özünə rəhbər bilənlərə vəzifəni gün kimi aydın eləyib. Zalim hökmdarın qarşısında sussun, danışmasın. Allahın haqqıdır. O zalımı daxil edəcəyi yerə səni də daxil eləsin. Xüsusilə bu elmli, ziyalı insanlara bu mesaj çatdırılır İmam Hüseyn əleyhissalam tərəfindən Peyğəmbərin mübarək kəlamı. Mən bununla da sözümü kifayətləndirirəm və üçün Aşura günüdür. Aşura günündə yaxşı olar 2-3 cümlə ilə də olsa bir zikr-i müsibətə işarə eləyək. Bugün Aşura günüdür. Göylərin, yerin, aləmin, aləmlərin qan ağladığı gündür. Aşura günündə hamı şəhid oldu, siz bilirsiniz. Susuz şəhid oldular. Zalim hökmdar, zalim qoşun, qeyrətli, şərəfli qoşuna qarşı 30 min qoşunla 72 nəfərə qarşı İmam Hüseynin sahabələrinə qarşı amansız qətliam törətdi. Onları şəhid elədi özü də susuz, Əli Əsğərə qədər. Və Kərbəlada Aşura günü şəhid olanlar barəsində hamımızın geniş məlumatı var. Bir nəfər, özüm xüsusilə orada şəhid olan İmam Hüseyn əleyhissalamın sahabələrindən bir nəfəri seçmişəm. Onunla 2-3 cümlə zikr müsibətlə sözümü yekunlaşdırıram. Niyə bunu seçmişəm? Çünki Həzrət Əbəlfəzdən, Həzrət Əli Əsğərdən, Həzrət Əli Əkbərdən və digər sahabələrdən ki, məşhurdurlar, çox danışılıb, çox yazıblar. Amma bir nəfər onlara nisbətən az danışılır. O kimdir? O Kərbəlanın qara dərili şəhididir. Kərbəlada bir qara dərili var idi. Adı Con idi. O da şəhid olmuşdu Kərbəlada. O kim idi? O bir əsir idi. İmam Hüseyn əleyhissalam onu almışdı. Bir qul idi. Qul bazarında satılırdı. İmam Hüseyn əleyhissalam onu aldı, gətirdi. Bir azad insan kimi onu ilə rəftar elədi və o İmam Hüseyn əleyhissalamın
xidmətçisi olur. Ta gəlir Aşura gününə qədər. Aşura günü İmam Hüseyn əleyhissalam ona deyir: Ey Con, sən ki ömrün boyu bizə xidmət elədin, sən azadsan. Get hara istəyirsən get. Görür bu qara dərili Con pis olur. Gözləri dolur, ağlayır. Deyir: Ya Əba Abdullah, ey İmam Hüseyn, ey mənim imamım və sərvərim. Sən məni azad elədin, mən azadam. Amma mən hara gedim? Neynirəm o dünyanı ki sənsizdir? Mən son nəfəsimə qədər sənə xidmət eləmək istəyirəm. Sonra İmam Hüseyn əleyhissalamdan icazə istəyir. Deyir: Ey Əba Abdullah, icazə ver mənə, mən də gedim döyüş meydanına döyüşüm. İmam Hüseyn əleyhissalam deyir: Mən istəmirəm sən zəhmətə düşəsən. Bir ömür bizə xidmət elədin. Azadsan, ged yaşa, azad yaşa. Con görür ki, İmam Hüseyn əleyhissalam buna icazə verməyəcək. Və imamın əmrinə də niyyəsiz itaat eləmək lazımdır. Bunu Con yaxşı bilirdi. İmam əgər icazə vermirsə, gedib döyüşüb ölsə də şəhid deyilsən. Çünki imama itaat vacibdir. Neynəməlidir Con? Con axı bilir, artıq hər şeyi görür. Və Con yəqinə çatıb ki, gedib bu dünya həyatını boş-boşuna yaşamaqdansa, bu zalimin zülmünün qarşısında etiraz edib, vuruşub şəhadətə çatmaq qat-qat ondan üstündür. Bu da Conun dərrakəsi ilə bizim dərrakəmiz. Bu özü də bir mesajdır. Bir qara dərili qulamın dərrakəsi qədər dərrakəmiz yoxdursa, Hüseynci olmağımızı yenidən nəzərdən keçirməliyik. Gedir qılınclara tərəf. Deyir: Mən istəmirəm bu dünyada yaşayım. Mən saadətə qoşmaq istəyirəm. Bəs nə etməlidir? İmam Hüseyn ağadan icazə almalıdır. İmam Hüseyn ağaya elə sözlər deyir ki, İmam Hüseyn ağa ona icazə versin. Başlayır İmam Hüseyn ağaya deməyə, deyir ki, mənə niyə icazə vermirsən? Mənim bədənimin rəngi qaradır, sizin bədəninizin rəngindən fərq eləyir. Ona görə uyğun bilmirsiniz, sizinlə bir yerdə şəhid olun. Ya mənim əslim, nəcəbim, nəslim yoxdur sizin müqabilinizdə, siz dəyərli nəsilsiz, şərəfli nəsilsiz. Ona görə icazə vermirsən, sizinlə bir yerdə şəhid olun. Niyə bu sözləri deyir İmam Hüseyn ağaya? Çünki bilir bu sözləri İmam Hüseyn ağaya desə, İmam Hüseyn ağanın qəlbi tab getirməyəcək bu sözlərə. Bu sözləri İmam Hüseyn ağaya deyir ki, ondan icazəni alsın. Əgər mən orada olsaydım, deyərdim: Ey Con, İmam Hüseyn ağaya bu sözləri demə, İmam Hüseyn ağanın nazənin qəlbi bu sözləri qaldıracaq gücdə deyil və məqsədinə çatır. İmam Hüseyn ağaya bu sözləri deyəndən sonra İmam Hüseyn ağadan o icazəni alır. Və gedir döyüş meydanına sevinə-sevinə. Qəhrəmanlıq şücaət göstərəndən sonra zalim ordunun ardı-arası kəsilməyən həmlələri nəticəsində atdan yıxılır, şəhid olur və son anlarında deyir: Ey Əba Abdullah, əlvida. Sağollaşır İmam Hüseyn əleyhissalamla. İmam Hüseyn əleyhissalam o başının üstünə gəlir. Baxın, bizim bir dünya elədiyimiz dua bundan ibarətdir ki, İlahi ömrümüzün axır anında İmam Əli əleyhissalamı bizim başımızın üzərində hazır elə. İlahi İmam Zaman ağanı görməyi bizə nəsib elə. İlahi dua edirik ki, İlahi İmam Rıza əleyhissalamın ziyarətinə gedirik və dua edirik ki, İlahi İmam Rıza əleyhissalamın şəfaatini bizə qəbirdə, qəbrimizin əvvəl gecəsində, ölüm anında, son anımızda nazil elə. Bu böyük saadətdir əgər bu dualar qəbul olsa. Amma Con ona çatdı. Baxın, Con, qulam ona çatdı. Son nəfəsində İmam Hüseyn ağa gəldi onun başının üstünə. O sözləri ki, İmam Hüseyn ağa edinmişdi, İmam Hüseyn ağa bir-bir o sözlərin cavabını verdi ona. Dedi: İlahi, bəyyiz vəcəhu. İlahi, bunun rəngini axardı. İlahi, bunun bədəninin iyini gözəlləşdir. Qeyd edirlər tarixçilər, yazırlar ki, Conun qəbrinə, məzarına yaxınlaşmağa bir neçə metr qalmış müşk ənbər iyi oradan gəlir. Gözəl ətir iyi oradan gəlir. İmam Hüseyn ağanın onun üçün etdiyi dualar qəbul oldu. Və diqqət eləyin, o ki demişdi İmam Hüseyn ağaya mənim əslim, nəcabətim, nəslim yoxdur. İmam Hüseyn əleyhissalam orada dua edir: Ey anam Zəhra, sən özün Conu qarşıla. Əssalamu aləl Hüseyn və alə Əliy ibn-el Hüseyn və alə əvladil Hüseyn və alə əshabil Hüseyn. Allah Teala bizi həqiqi Hüseyncilərdən qərar versin və
Hüseyni özümüzə rəhbər bilənlərdən qərar versin. Mən çox danışmaq istəyərəm. Sözüm çoxdur, ürək sözüm. İnşallah bundan sonra fürsət olduqca danışacağam. Amma burada çox danışdım, başınızı çox ağrıtmayım, sözümü yekunlaşdırıram və Allah Taala'dan bir daha istəyirəm ki, bizim hamımızı Hüseynçi qərar versin. Hüseynçi olaraq yaşatsın, Hüseynçi olaraq öldürsün. Həmişə zalimin, zülmün qarşısında Hüseynçi və Hüseynin səhabələri kimi mübarizə apara bilmək tövfiqini bizə nəsib eləsin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.